Mikeya 3-cü fəsil. Mikeya İsrail rəhbərlərini ittiham edir. Onda mən dedim, dinləyin ey Yaqub rəhbərləri, ey İsrail xalqının başçıları, axı siz ədalətli olmalısınız. Siz ki, yaxşıya nifrət edirsiniz, pisliyi sevirsiniz, xalqımın dərisini soyursuz, ətini sümüklərindən qoparırsınız. Siz xalqımın ətini yeyirsiniz, dərisini soyursuz, sümüyünü qırırsınız. Sanki qazanda, tavada bişirilən ət kimi xalqımı doğrayırsınız. Gün gələcək, Rəbbə fəryad eləyəndə o sizə cavab verməyəcək. O zaman Rəbb üzünü sizdən gizlədəcək, çünki əməlləriniz pis olub. Xalqını azdıran peyğəmbərlərə qarşı Rəbb belə deyir. Yeməyiniz olanda sülh bəyan eləyirsiniz. Sizə çörək verməyənlərə isə dava elan eləyirsiniz. Buna görə sizə görüntüsüz gecə gələcək. Qaranlıqda falçılıq eləyə bilməyəcəksiniz. Peyğəmbərlər üçün günəş batacaq. Gündüz onlar üçün zülmət olacaq. Görücülər rüsvay olacaq. Falçılar biabır olacaq. Onların hamısı bundan utanıb susacaq. Çünki Allahdan cavab olmayacaq. Mənsə Yaqub övladlarına üsyankarlığını, İsrailə günahını bildirmək üçün qüvvətlə, Rəbbin ruhu ilə, ədalət və cəsarətlə qurşanıram. Bunu dinləyin ey Yaqub rəhbərləri, ey İsrail xalqının başçıları. Siz ədalətə nifrət edirsiniz. Hər cür düzlüyü əyriyə çevirirsiniz. Siyonu qan bahasına bina edirsiniz. Yerusəlimi haqsızlıq üzərində tikirsiniz. Rəhbərləri rüşvətlə hökm eləyir. Kahinləri muzla təlim verir. Peyğəmbərləri falçılıq eləyib pul alır. Amma Rəbbə güvənərək belə deyirlər. Rəbb aramızda deyilmi? Üstümüzə bəla gəlməz. Buna görə də sizin üzünüzdən Siyon tarla kimi şumlanacaq. Yerusəlim daş qalağına, məbədin tikildiyi dağ meşəli təpələrə çevriləcək.